Salam YouTube, mən gəldim. Azərbaycanın bir nömrəli YouTuberu geri qayıtdı. Yepyeni bir video ile karşınızdayım. Bir, iki, üç. O kadar yükseliydi ki Zayeka tez düşür. Yarım saatte sonra da yandıracağım. Yarım saatmişsa ne kadar da burada bir dünya diyor. Bura Azərbaycanın 1 milyonluq mənzərəsi. Salam YouTube, mən qayıtdım. Hərbi xidməti başa vurub şükür Allah YouTube'a geri qayıtdım. Mən YouTube'da olmayanda YouTube'a çox gələnlər olub. Hətta abunəsi mənə keçənlər olub, mənə çatanlar olub. Videolarında mənim adımı çəkənlər olub. Ümumi həqiqətən YouTube'a nəzər saldım. Azərbaycan YouTube'a təbii ki, çox dəyişikliklər olub. Amma təbii ki, şükür Allaha mən qayıtdım. Azərbaycanın bir nömrəli YouTuber geri qayıtdı. Azərbaycanın bir nömrəli Mr. Beast geri qayıtdı belə deyim. 1 il 6 ayda həqiqətən YouTube kanalım çox geri düşdü. Ümumiyyətlə mən YouTube'da olmadığım zaman 285 min abunəm var idi. 2 ay ərzində 279 minə düşdüm. Sonra bəzi səbəblərə görə YouTube kanalım yenə inkişaf elədi. 1 ay ərzində hardasa 321 min abunəyə çatdım. Ümumi vəziyyət çox pisdir. YouTube'dakı izlənmələrim 0 enib. Ümumi olaraq bəyənmələr də 0 enib. Əvvəllər bir aya 30 min 40 min abunə aldığım halda indi bir aya 2-3 min abunə etirirəm. İqtisadiyyatım 0 enib. Çünki artıq izlənmələr 0-a düşsə yəqin ki iqtisadiyyat da aşağı düşəcək. Maddi dəyərlər, bu da təbii ki 0 enib. Yəni ümumiyyətlə YouTube'da biri aşağı düşsə, qalan hamısı aşağı düşəcək. Ümumi olaraq mənə biraz vaxt lazımdır. İnşallah tez bir zamanda olsa dönmüşəm. Həftədə bir çalışdığım qədər 2 dənə video atacağam. Çox güclü bir şəkildə geri qayıtmışam. Azərbaycanın demək olar ki bir nömrəlisi mən olacağam. Bugünə qədər YouTuberlara vaxt vermişəm. Bacardıqları qədər inkişaf eləyiblər, amma artıq sıra məndədir. Sözüm yaxşı çıxsa da, pis çıxsa da. Ümumi olaraq sizin də köməyinizə ehtiyacım var. Zəhmət olmasa kanalımıza abunə olun, videomu bəyənin. Biraz çətin olacaq amma bunu ən axırda bacaracağam. Çünki mən sıfırdan başlamışam. Yəni kimisə şortuna qalxmamışam. İnşallah tez bir zamanda çox yaxşı olacaq. Bir sözlə Azərbaycanın bir nömrəli YouTuberi və Azərbaycanın bir nömrəli Mr. Beast geri qayıtdı.